Görürsüz Allah nə buyurur? Buyurur ki, əgər bir insan tamam üzünü dünyaya tutsa və bilərəkdən dünyaya tərəf getsə, dünyada müvəffəq olacaq. Dünyanı deyir elə yaratmışam ki, bütün istəklərinə çatacaq. Amma xəbəri olsun ki, axirətdə o od onun sahibi olacaq. Sual veririk. İlahi, mən dünyanı seçdim deyə, sənə tərəf gəlmədim deyə, sən də mənə od verəcəksən, hə? Olmazdı ki, elə mən burada da müvəffəq olam, sən də mənə heç od verməyəsən. Məlum məsələdir ki, ontoloji olaraq izah eləsək, deyəcəyik ki, məsələ Allahın özünə aid deyil. Belə deyil ki, Allah da ondan küsdü, nəuzubillah, və dedi ki, mən də sənə od verəcəm. Belə deyil. Mən burada istəyirəm ki, dünyanın necəliyini gündəmə gətirək hələ. Görürsüz, deməli dünya bir yerdir ki, ancaq üzünü ora tutsan, o səni elə bir vəziyyətə salar ki, sənin axirətdə od nəsibin olar. Nəinki Allah insana od verir. Bu cəfəngiyatı yadımızdan çıxartmalıyıq da. Bu cəfəng sözlərdir ki, Allah baxır bu dünyada, ya orada belə şeylər yoxdur. Orada nə olacaqsa axirətdə, hamısı bu dünyada etdiyin təbii nəticəsidir. Vəssalam, təbii nəticəsidir. Ayələri və hədisləri də bu fonda baxmaq lazımdır. Ona görə də siz diqqət edin dünyaya, bax, yavaş-yavaş dünyanı tanımağa başlayır. Deməli Allah deyir, əgər o üzünü tamam dünyaya çevirsə, ona od nəsib olacaq. Bəs məlum olur ki, dünyaya tamam bel bağlamaq insanın nəfsini, ruhunu elə bir vəziyyətə gətirəcək ki, bu insanı elə bir zəlalətə salacaq ki, bu insana od lazım olacaq. Bu insan oda çevriləcək. Onun əməlləri axirətdə od kimi təcəssüm olunacaq ki, dünyasını dəyişəndə o od onun nəsib olacaq. Diqqət edirsiniz, dünyaya tamam bel bağlamaq. İndi buradan biz başa düşəcəyik ki, bu adamlar tamam üzünü dünyaya tutanlardır deyə tamamilə Allah bu ki, axirətdə onlar üçün oddan başqa bir şey olmayacaq. Onda belə bir nəticəyə gəlirik. Yaxşı, 100% üzünü tutana Allah dedi oddan başqa bir şey, yəni 100% də od nəsib olacaq. Mən də baxıram ki, mən də bir 15% üzümü tutmuşam dünyaya. Bəs mən necə? Amma mən üzümü axirətə tutmuşam. 15% ora tutmusan, bəli, 15% də sənin odun var. 15% də sən zəlalətdəsən. Bax, bu qədər dəqiqdir.